Herkese salam. İnşallah yaxşısınız. Mən də şükür yaxşıyam. Videoya baxıb abunə olub like qoymağı unutmazsınız. Bir mesaj da yaza bilərsiniz. Zəhmət deyilsə. Hövsandayam burada mağazinləri gəzirəm. Oğluşumla gəldik. O belə sport nədir deyir onlara. Bunları məndən istəyirdi, amma razmeri tapa bilmədik. Mən bu ketaları sevdim, xoşuma gəldi, amma o istəmədi, dedi yox, mənlik deyil. Burada şey də var idi, 1, 2, 3 mağaza. Buraya da girdim, qaynanama istəyirdim mayka alım. Onun ayaqları belə var idi, amma yenə də birini istəyirdi və bu testləri çox bəyəndim qızlar üçün. İnşallah bunları gəlib alaram. Nəsə almadım. Sonra dedim gərək alardım. Belə burada baxırdım nə var, nə yox. Düzdür, burada çox belə şey yoxdur, amma çox şey də var. Hələ o 1 2 3 mağazin kimi hər şey də var. Yəni deyim sizə. Belə burada baxıram və girdim Ballıya. Ən sevdiyim marketlərdən biri idi. Mən bu Hövsanda yaşayanda bura tez-tez gəlirdik. Buradan tez-tez belə bazarlıq kimi eləyirdik. Elə bil ki, bazarda burada həm meyvə, həm tərəvəz, hər şey almaq, yəni hər şey var. Həm quru, həm nə deyim, ədviyyatlar, deyim, hər şey var. Prəniklər istəyirdim, amma nədənsə xoşuma gəlmədi, almadım. Belə biçinkalar aldım. Oğlum da burada nələrsə seçir. Marketə girəndə onların istəkləri bitmir. Mənim kimi, mən də çox şey xoşlayıram. Alım əsas odur ki, çay, kofe ilə içməyə belə şeyləri burada aldıqlarımdır. Həm titrad aldı, dəftərləri yaydı, amma biraz çalışmaqda. Onlar salfetka olmazsa olmazı. Gördüm ki, burada azdır. Başqalara baxdım, gördüm ki, burada da azdır. Bizə az olar da indi 2-3 başqa alıram. Ən çox gedəndə hələ o salfetkadır. Bunları gördüm, bunları aldım və istəyirdim, düzdür. 72 sabunu istəyirdim, hansı ki, Penguin paketa sarı şey satırlar. Onu burada görmədim. Buradan bir neçə dəfə almışdım. Və burada gördüm ki, Hacı Şakir qaynanamın ən sevdiyim şampunlardan biridir. Başımı yumağa o bunları xoşlayır. Onun üçün mindal aldım. Biraz gezdim burada da. Baxıram daha nələr almaq olar, amma hər şey var evdə, düzdür. Yenə də baxıram ki, bəlkə nəsə unutmuşam. Belə baxanda görürəm ki, hər şey uşaqlara almışam. Burada da çəkirəm ki, qızım görsün. Onun istədiyi dadda cips yoxdur. Onu məndən istəmişdi. Lay's, lime və perislə olan qırmızı istiyotla, amma yox idi. Girdim bazara. Bazara da xoşlayıram gəlməyə. Hövsan bazara, burada tərəvəzləri seçmək olar, çox şey almaq olar və gedirik evə. Bir şey pisdir ki, avtobus çox gözləyirik. 1 saatdan çox gələndə də, gedəndə də. Kursantlar da evə getdi, amma biz hələ də yolda qaldıq. Avtobus gözləyirdik ki, burada avtobus gəlsin və biz də gedək. Avtobus deyəndə 210 çox gec gəlir. 205 bizə gələndə almadı, 210 da gec gəlir. Və aldıqlarım çox göyərti, çox aldım biraz. Çünki evdə göyərti lazım olur. Yaydı indi. Kim kükü istəyir, kim yəni salata, mən göyərti sevirəm. Burada Kent yumurtadır. Bazarda görmüşdüm. Dedim, baxım alım. 1-5 aldım, biri də yolda sındı. Yağ aldım, soda, biber, dediyim kimi şampun, zavarka. Bugün bunu aldım baxmağa, amma biz həmişə berqa içirik. Dəftər, ruçka, pomidor, xiyar, bu baxla çox belə xoşuma gəlmişdi. İndi hazırlayıb baxaram nətərdir. Soğuk dərkən belə inanın ki, 80 manat bunlara xərcləyib gəlmişəm. Halva aldım, biraz ketçup, mayonez, biraz zifir, biraz belə bublik kimi peçenyelər dərkən, конечно же, xərclədim, gəldim. Hamının rozusunu
Allah versin inşallah hamıya. Heç kimə möhtac olmasın inşallah. Belə bazarlıq elədim, rahat oldum. Evdə uşa heç nə yox idi. Burada var balaca market. Bir də şey də aldım, alma, yay alması, bibir. Hələ o baxdığım yerdən aldım. Burada var balaca market, amma orada həmişə istədiyim heç nə olmur da. Olur, orada olar yumurta, çörək, belə şeylər almağa. İndi nə edirəm? Eynimi dəyişməmişəm, demişəm ki, onsuz da bunları ora yumaq lazımdır, bu paltarı. Dedim bir kofe içərəm, sonra ora dəyişdirib yemək hazırlayaram. Tam kofe hazırlayırdım. Ora qəşəng kofe hazır oldu. Onu istəyirdim döküm stakanlara. Nətər onu badnosa tökdümsə, bilmirəm. Başım birdən-birə bir ağrı gəldimi, bilmirəm. Əlimə nəsə oldumu, belə çox belə pis olmuşdum. Deyəsən əsəbləşdim biraz şeyə görə, avtobusa görə. Biraz əsəbləşmişdim. Çünki gec gəlmişdi. Və ona görə də əlimdə düz gəlmədi. Amma yenə də qalanı içdik. Normalda olsun da, arada belə şeylər də olur. Bunu göstərməməkdə bir şey yoxdur. Nə olduysa onsuz da bunu çəkirdim. Belə oldu. Bunu da bildiyim kimi görərsiniz də. Həmişə yaxşı olmur. Bir də alışmışam o birisi dokda hazırlayan kofe maşınkaya, ona görə. Burada eynimi dəyişdirdim, gəldim, çox istidir, belə rahat paltar geyindim. Hazırlaşıram ki, yemək hazırlayım, baxlaları qəşəngcə təmizlədim, yudum. Belə kəsirəm, çünki çox böyükdür, ortalardan da kəsirəm, çox böyük belə olanları. Və soğan qaynanam sevmir, ona görə də bunu çıxardıram, biraz çox olmuşdu soğan. O yeməkdə soğan görəndə iyrənirmi deyim, yəni xoşuma gəlmir, yeyə bilmir. Atıram bura lobyaları, qəşəngcə bunları da pişsin. Sonra nə lazımdırsa əlavə eləyərəm. Burada lobyalar pişmişdi, bura göyərti də əlavə elədim, qarışdırıram. Bir də yumurta indi bu tərəfdə yumurta hazırlayıram ki, bura töküm, belə vkuslu bizdə abed olsun. Burada 4 yumurta var, sarı kük, istiot, duz var. Bunu da atıram o lobyaların içinə və belə bu kökü üçün hazırladım göyərti. Və bu da mənim hazırladığım günorta yeməklərdən biridir. Kükü kim istəyirsə kükü yeyər, kim istəyirsə lobya. Mən lobya yeyərəm, çox sevirəm və yay salatıdır, olmazsa olması. Qatıq, çörək, Allah nə verdiysə, Allah hamının ruzusu, yenə də deyirəm, Allah versin, heç kimə möhtac olmasın. Belə qəşəng havada yemək yeməyə nə yaxşı ki, şükür vardı da bu, şükür eləmək lazımdır. Burada qabları yuyuram yeməkdən sonra. Dedim, bugün qabları mən yuyaram, qızlar silib yerbəyer eləyər. Onlar da arada yorulurlar, əsəbləşirlər, deyirlər, hər gün nəsə eləyirik, istidim. Yayda istirahət eləyirik, amma kömək də eləyirlər, düzdür. Yenə də arada biraz danışırlar nəsə eləyəndə. Dedim, bugün səssiz özüm qabları yuyaram, tez qoyaram ki, suyu süzülsün, özləri təmizləyib yerbəyer eləyər. Və stulları da təmizləyirəm. Çox belə küləkli gündür, hər yer tozdur. Qapılar, pəncərələri bağlamaqda olmur, isti olur. Kondisioner qoşunda bir otaq soyuq olur, o birisi otaqlara soyuq gəlmir, bilmirəm. Arada belə də olur. Amma açmayanda da isti olur. Açanda da hər yer toz olur. Qabları, hər şey yerləşdi. Qızım, mən bunları təmizləyənə qədər stulları, mən də indi buranı süpürürəm. Qəşəngcə polunu da silərəm və fikirləşirəm ki, biraz istirahət eləmək istəyirəm. Bir kofe içib biraz istirahət eləmək istəyirəm. Bilmirəm, indi nətər olacaq. Dedim, polunu da silim. Burada elə mətbəxdir. Bura hər gün silsəm də azdır.
Fikirləşirdim bura şey alım, robot pilisos. Amma dedim yox lazım deyil. Özüm silərəm, özüm onsuz da robotam. Aldıqlarım çox belə kisli dadı var. Çay süzmüşəm, halva ilə çay içirəm. Saat 4'də işləyib, indi biraz gidib istirahət eləyərəm. İstirahət elədikdən sonra уже 6'dır, saat 6'dır. Çıxdım çölə, dedim buranı da yuyum. Çoxdan yumaq istəyirdim. Bu duzlu sudur. Bizdə Hövsəndə yaşayanlar, bu sudan olanlar bilirlər. Bunu içmək olmaz. Bu bir qaba yığanda bu sarı olur. Elə bir ki tamı var ki, duzlu deməyəcəkdim. Belə bir başqa bir tamı var. Belə непонятный. İndi buraları yuyuram qəşəngcə bununla. İstəyirəm buranı da yuyum və sonra уже həyat oranı yuya bilmirəm. Orası çox istidir. Hələ ki günəş oturmuyub. Bu serin, bu tərəfi yuyum. Sonra o birisi tərəfdə yuyaram. Uşaqlar giriblər baseyna. Bir görsəydiniz oradakı suyunu. Və başladıq qaynanamla. Burada biraz gülləri var idi. Buranı təmizləmək lazım idi. Dedim gəl birlikdə təmizləyək. Mən təmizləyərəm. Sən baxarsan mən nə edirəm. Həm gülləri əkərəm lazımlı yerlərə. Həm sulayaram belə. Dedik, gəldik, söhbət eləyə gülləri əkirəm. İnşallah çıxacaqlar. Biz burada yaşayanda bizdə o kadar gül var idi. O kadar gül var idi. Gerek həyat bağçaya baxarsan ki, orası qəşəng olsun. Baxmayanda da hər yer quruyur, hər yer belə xarab olur da hər şey. Gülləri də əkirik biz. Və belə bir axşam yeməyi. Bizdə işıqlar sönmüşdü. Uca heç nə eləmədim. Suyu da aça bilmədim. Motorsuz su da işləmir. Belə bir sadə elədim. Axşam yeməyi və su gələndə uca işığı yandıranda gördüm ki, işıqlar gəldi. Dedim suluyum burada əkənləri qurumasın. Sabah səhər tezdən uca küləkdir də, onsuz da hava külək də olsa tez quruyur. Həm motoru işləyir. Motorla da belə az su gəlir. Bu da hələ şirin su deyil. O dediyim duzlu sudur, hansı ki sarı. Bu bizdə həmişə var idi. Biz gülləri, ağacları bununla suluyurduq həmişə. Bizdə həmişə su problem olub da burada. Həmişə su problem olub. Və bu tərəfi də dedim su var. Yuyum. Sonra o motoru o birisi suya qoşanda bu suyu çıxarda bilmirəm da, bu çirkin sudur onsuz da. Buraları da yuyum, təmizləyim, bilirəm buraları, hər yeri kraskalamaq lazımdır. O kadar bizim işim var ki bu həyatda. İstəyirdik bu il bu evi remont eləyək, bu evi kraskalamaq nə lazımdırsa eləyək. Amma alınmadı bu ildə, dedik, qaldı da. İndi ən vacibdir bizə anamın sağlığıdır. Onu qəşənglik eləyək, nə lazımdırsa müalicə eləyək. Sonra baxarıq, nə eləyirik. Buranı da biraz silmək istəyirəm. Uşaqlar burada semiçka zad yeyiblər. İndi uşaqlar da istirahət eləyirlər istədiyin kimi. Yayda da onsuz da keyf eləsinlər. Buranı da istəyirəm bir dəfə də eləyim, süpürüm və qəşəng bir çay içim inşallah. Belə bir video oldu qızlar, inşallah bəyənərək baxarsınız. Yenə də dediyim kimi hamıya can sağlığı arzulayıram. Hamıya evdə bərəkət olsun, hamının canı sağ olsun. Hamının ruzusunu Allah versin inşallah. Fikirləşirəm ki, bəyənərsiniz. Bağda günlər bizdə belə keçir. Bilmirsən, bu iş görürsən, o iş görürsən, bilmirsən, hansı iş görürsən, hansı işini görüb də bitirmək olar. Hər şey eləyirsən, hər yer toz olur, uşaqlar çölə çıxır, evə girir. Bu da qızım yuyur. Axşam yeməyi qablarıdır. Burada lobya ısınmışdım. Bir də əmlət eləmişdim və mən də oturub çay içirəm belə təmiz havada, təmiz yerdə. Uşaqlar da çay istədilər, onlar da içirlər.
belə həyatda belə serinləşib, qəşəng yumuşam axı, qəşəng olub. Və saat bizdə уже 1-ə işləyib, istəyirəm gedim biraz uzanım, amma fikirləşirəm ki, bugün yatmağa vaxtım olmayacaq, çünki biz istəyirik su doldurmaq, şirin su. Onu da gərək biz gözləməliyik ki, saat 1-2 olsun, motor qoşub oradan çıxarda bilək də o suyu. İndi baxaq da biz nətər olacaq. Baxaq görək nə edirik bugün və saat 3-ə işləyib, mən hələ də yatmamışam. Qızlar demişdim, yatmaq istəyirəm, uzanmaq istəyirəm, gedə bilmədim. Gördük ki, su gəlməyə istəyir, dedik oturaq, oturduq, dedim gedim bir çay hazırlayayım, çay getirim. Hələ çöldə oturmuşduq, suyu gözləyirdik, dedim bir çay içək də belə havada axşam saat 3-də. Çay içmək nə deməkdir? 3-ün yarısıdır, biz oturub çay içirik. Sağ olun, salamat qalın. İnşallah dediyim kimi bəyənərsiniz.